Baxıram 31-ci suala. ABC üçbucağına daxili çevrə çəkilmişdir. DEF toxunma nöqtələridir. Bucaq A 80 dərəcədir. Bucaq B 60 dərəcə olursa YD F bucağını istəyir. Bizdən bu bucağı istəyir. Deməli, üçbucağın bucaqlarına görə 80 dərəcə, 60 dərəcə cəmi olur 140. Deməli, C bucağına qarşı 40 dərəcə. Yəni, bura 80 yazaq, burada 60-dır. Baxaq. Bu 40 dərəcə isə bu AC ilə AC və AC deməkdir. Deməli, FC və CY toxunanlardır. Toxunanlarla bu YF qövsü ilə üstə gələ bucaq C, YF qövsü üstə gələ bucaq C bərabər olmalıdır 180 dərəcəyə. Demişdik ki, toxunanlar arasındakı qalan qövslə toxunanların əmələ getdiyi bucağın cəmi 180 olmalıdır. Buradan da YF qövsü bərabərdir. 180 dərəcə çıxılsın. Bucaq C'miz də 40 dərəcə. Buradan da YF bərabərdir. 180-dən 40 çıxanda o 140. YF qövsü 140 dərəcədirsə, onda bunun söykəndiyi bu DYF daxili bucağı və yaxud YDF daxili bucağı olacaq 70 dərəcə. Yəni, Y bəndi. Baxıram 32-ci suala. Deyir, çevrə 5, 6, 7 nisbətində bölünüb. Bir dənə çevrə çəkək. Çevrə, deyir ki, bu çevrə 5, 6, 7 nisbətində bölünmüş və alınan bölgü nöqtəyə toxunanlar çəkilmişdir. Deməli, 5K, 6K və 7K nisbətində bölünür. Biri bu nöqtə olsun, biri bu nöqtə olsun, biri də bu nöqtə olsun. Bu nöqtələrdən bölünüb. İndi baxaq. Alınan bölgü nöqtəyə toxunanlar çəkir. Toxunanları çəkək. 5 toxunan və bu da 1 toxunan. Toxunanları da çəkdik. Deməli, bu A nöqtəsidir, bu B, bu C. Bizə deyib 5K, 6K, 7K nisbətində bölünüb. Çevrə 5, 6, 7 nisbətdə bölünübsə, onu da yazarıq buradan. Deməli, 5K üstə gəlsin 6K, üstə gəlsin 7K. Çevrə 360 dərəcəyə bərabərdir. Buradan da 18K bərabərdir 360-a. K bərabərdir 20 dərəcə. K 20 dərəcədirsə, 5K olan hissəsi, məsələn, bu hissəyə 5K desəydik, onda 5K olan hissəsi olacaq, belə yazaq da, 5K oldu 100, 6K oldu 120, 7K da oldu 140. Onda bura olsun 100, CB qövsü olsun 120, AC qövsü olsun 140 dərəcəli qövs yarandı. İndi buna bir A1 deyək, buna bir B1 deyək, burada bir C1 deyək. Bizə deyək ki, üçbucağın ən kiçik bucağını tap. A1 və A1B toxunanlardırsa, onda bu qövslə A bucağın cəmi 180 dərəcə olmalıdır. Onda bura 80 qalır. Sonra A1B1 ilə B1C toxunanlar olduğuna görə bu AC qövsü ilə B bucağının cəmi 180 olmalıdır. Ona görə bura 100, deməli, bura 140-dırsa, onda bura olacaq 40 dərəcə. Deməli, bu bucaq olacaq 40 dərəcə. Sonra bu 120-dirsə, C1C ilə CB toxunanlardır və CB qövsü ilə bucaq C1-in cəmi 180 olmalıdır. Bu 120-dirsə, onda bura 60-dır. 60. Bizə deyək ki, üçbucağı ən kiçik bucağını tapın. Ən kiçik bucağı 40 dərəcə, yəni C bəndi. Baxıram 34-cü sual deyir. KB toxunandır. KB toxunandır. BA vətərdir. BA vətərdir. Bura çevrənin mərkəzidir. Bura bir C-dir. KBC, deməli, KBC-nin tənböləni. KBC bucağı bu bucaqdır. Bunun tənböləni BA. BA tənböləndir. Tənböləni BA 12 olarsa, bura 12 olarsa, AC-ni tapın deyir bizə. AC-ni tapın deyirsə, onda belə baxaq. KB toxunandır. Bura alfadırsa, burada alfadır. Bu alfadır sonunda AB qövsü
olur 2 alfa. Bu alfa sonunda AC qövsü olur 2 alfa. Və AC qövsü də 2 alfa olur. Sonra deməli, biz bilirik ki, daxilə çəkilmiş bucaq uyğun qövsün yarısını ölçülür. Burada bu qövs oldu 2 alfa. Bu qövs də 2 alfadır. Onda ACB bucağı. ACB də çevrənin daxilə çəkilmiş bucaqdır. ACB bucağında söykəndiyi qövs AB qövsü. Onda burada alfa olur. Bunun alfadırsa C bucağı da alfa olur. Yəni AB qövsünün yarısı. O zaman A, B, C üç bucağı bərabər yanlış bucaq olur. Bu tərəfdə 12 olur. AC də 12 olur. Bizdən dilə AC-ni istəyirdi. Y bəndi. Baxıram 36-cı suala. 36-cı sualda deyir ki, KB toxunandı. AB tərəfi AC tərəfinə bərabərdir. Bucaq ACB 70-dir. Onda A, BC bərabər yan olur. Çünki AB AC-yə bərabərdir. Bu zaman bucaq B də 70-dir. 70, 70, onun təpə bucağı qar 40 dərəcə. 40 dərəcə bizə deyir ki, CBD bucağını tapın. CBD. Baxıram BC qövsünə. BC qövsü söykənib A bucağına. A bucağına söykəninə görə A bucağı daxilə çəkilmiş bucaqda uyğun qövsün yarısını ölçülür. Onda BC qövsü 80 dərəcə olur. BC qövsü bərabərdir 80-ə. Və bizdən də CBD bucağı istəyir. Bucaq CBD. Bu bucaqda daxilə çəkilmiş bucaq olduğuna görə uyğun qövsün, yəni söykənli qövs BC-nin yarısıdır. 80-in yarısı olacaq 40 dərəcə. Yəni A bəndi. Baxıram 38-ci suala. 38-ci çevrənin mərkəzindən vətərə qədər məsafə 8 sm. Vətər çevrədən 90 dərəcə qövsə ayırırsa, bu vətərin uzunluğunu tapın. Deməli, vətərə qədər məsafə deyildi, mərkəzdən vətərə perpendikulyar çəkək. Aha. Deməli, vətərə qədər məsafə 8 santimdir. Bu O nöqtəsi olsun. Burada bir H yazaq. OH 8 santimdir. OH bərabərdir 8 santima. Sonra deyir ki, vətər çevrədən 90 dərəcəyə qövs ayırırsa, bu AB qövsü olsun. Bu ANB yazaq bura. ANB qövsü də bərabərdir 90 dərəcəyə. 90 dərəcə qövs ayırarsa, bu vətərin uzunluğunu istəyir. Bizdən AB-nin uzunluğunu istəyir. Biz bilirik ki, mərkəzdən vətərə perpendikulyar çəkəndə və yaxud da mərkəzdən vətərə qədər məsafə deyəndə həmin vətəri 2 bərabər hissəyə bölür. Yəni AH bərabərdir H bölü X dedik. Bunu düzbucaqlı üçbucağa tamamlayaq. Bu tipli suallarda həmişə demək olar ki, düzbucaqlı üçbucağa tamamlanır. İndi baxaq. Burada 2 dənə düzbucaqlı üçbucağı tamamladıq. Bu 90 dərəcədirsə, bu qövs 90 dərəcədirsə, onda AOB mərkəzi bucaqdır. Mərkəzi bucaq olduğuna görə onda AOB də 90 dərəcədir. AOB 90-dır, yəni AOB üçbucağı düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdan da təpədən çəkilən hündürlüyün düsturu var idi. H-ın kvadratı bərabərdir M vur N düsturu. Burada da H-ımız 8-dir. 8-in kvadratı bərabərdir AH vur HB. Yəni X vur X. Buradan da X-in kvadratı bərabərdir 64-də, X də bərabər olur 8-ə. X-ımız 8-dir, onda AB-miz də bizim 2X-dir. Yəni 2 vur 8 olacaq 10, 2 vur 8 olacaq 16. A bəndi. Baxıram 40-cı suala. 40-cı suala deyir ki, o çevrənin mərkəzidir. AB 10-dur. Yazıq buradan. AB bərabərdir 10-dur. Və MBA bucağı 30 dərəcədir. Burada 30 dərəcədir. Üstündə qeyd eləyək. 30 dərəcə A nöqtəsindən MB düz xəttinə qədər olan məsafəni tapın. Deməli, MB-yə qədər olan məsafə deyəndə bu şəkildə çəkilir. Burada 90 dərəcə yaranacaq. 90 dərəcə yaranır. Niyə 90 dərəcə yaranır? Çünki həm A-dan MB-yə qədər məsafə deyəndə perpendikulyar indirilir. Həm də biz demişik ki, diametrə söykənən bucaq düz bucaqdır. Yəni burada düz bucaq yaranacaq. 30-un qarşısındakı katetdə hipotenuzun yarısıdır. AB-miz 10-dursa, onda AM-miz onun yarısı 5 olacaq. Bura 5, bu tərəfdə burada 10-u silək. Yazaq 10. 10, 5. Onda bu tərəfdə olacaq 5 kök 3. 60-ın qarşısındakı da digər katetin kök cisimlidir. Bizdən o istəyirlər AM-i soruşur, yəni 5-i Y bəndi.
Baxıram 41-ci suala. Mərkəzi O nöqtəsindən çevrədə BM, MN və NC qövslərinin dərəcə ölçüləri bərabərdir. BAC bucağını tapın. BAC bucağını tapın. Buradan deməli BC qövsü bu hissə. Deməli yarım çevrə olduğundan dərəcə ölçüsü 180-dir. 180-dirsə və burada BM, MN-ə, NC-yə bərabərsə 180 3 yerə bölsə hər biri 60, 60 və 60 dərəcə olacaq. 60 dərəcə. 60 dərəcə olacaq hər biri. Buradan da bizə deyir ki, BAC bucağını tapın. BAC bucağını tapın. Deməli, nə edəyək? Bunun üçün yazıram. Bucaq A-nı tapmaq üçün bura bir M yazıram. Burada bir qalsın elə yerində. Bucaq A-nı tapmaq üçün BMC qövsündən, böyük qövsdən çıxıram. MN qövsünü bölürəm 2-yə. O da bərabərdir. BMC qövsü, yəni bayaqki kimi yarım çevrə olduğuna görə 180 dərəcədir. 180 dərəcə. Çıxılsın, MN qövsü 60 almışıq, böl 2. Bu da 180-dən 60 çıxanda 120 böl 2, yəni 60 dərəcə. 60 dərəcə B bəndi. Baxaq 42-ci suala. 42-ci sualda da çəkək 3 bucağı. Adlandıraq. A, B və C. Düz bucaq işarəsi burada D verilib. Bu qövsə bərabərdir. Bu bucaq və burada bir O nöqtəsi qeyd edilir. Deyir ki, mərkəzi O nöqtəsindən çevrədə CD və BD qövsləri bir-birinə bərabərdir. BAC bucağını tapın deyir. BAC bucağını tapın. Əslində bayaqki sualdan da bu da. Deməli, biz bilirik ki, qövslər bərabərsə, əslində bunu biraz fərqli yolla yazaq. Bayaqki sualda o cürdə yaza bilərsən, amma bunu biraz fərqli yazıram. O-la D-ni birləşdirsəm, burada 2 bucaq yaranır. Baxaq. Və biz demişik ki, bərabər qövslərə söykənən bucaqlar bərabərdir. Onda bura alifadırsa, burada alifadır. Çünki DC qövsü bərabərdir DB qövsünə. DC qövsü bərabər DB qövsünə. Onda bunların söykəndiyi bucaqlar da bərabər. Yəni, bucaq DOB bərabər olur bucaq DOC-yə. Bunlar da qonşu bucaqlar olduğuna 2 alfa bərabərdir 180-ə, alfa bərabərdir 90-a. Alfa oldu 90. Alfa 90-dırsa, onda deməli, alfa 90-dırsa, silirəm bu hissəni. Buranı da silirəm. Deməli, burada 90 oldu. 90-dırsa, onda burada radiusdur, burada radiusdur. Yəni, OB də bərabərdir OD-yə, hər biri radiusdur. Və burada 100 o da OC də bərabərdir bunlara. Onda olacaq 45. 45. Bu təpə bucaq 45-sə, onda burada 45 olur. A, C, B. Düz bucaqlı üç bucağında bir bucağı 90, biri 45, onun digəri 45 olacaq. Yəni D bəndi. Baxıram 44-cü suala. Deyir PB və PD kəsənlər AMC və BND qövsləri dərəcə ölçüləri isə uyğun olaraq 30 dərəcə və 110 dərəcədir. Deməli, AMC qövsünün dərəcə ölçüsü 30, BND qövsündə dərəcə ölçüsü 110 dərəcədir. BPD bucağını istəyir. Bucaq BPD bərabərdir. Deməli, BND-dən çıxırıq AMC-ni bölürük 2-yə. Bu da bərabər olur 110 çıx 30 böl 2. Olacaq 40 dərəcə. Yəni C bəndi. Kəsənlərin əmələ gətirdiyi bucağı tapmaq üçün böyük bucaqdan kiçik bucağı çıxırıq.